Bismillahirrahmanirrahim. Allah Resulü Hazreti Muhammed sallallahu aleyhi ve alihi ve sellem Əmir-əl-Müminin İmam Əli əleyhissalama bir çox nəsihətlər, bir çox tövsiyələr buyurmuşdu. Onların birində buyurur: "Ya Əli, əhabbul əməli ilallahi thalasu fisal." Ya Əli, üç xüsusiyyətdə olan əməl var ki, o Allaha daha sevimlidir, Allaha daha yaxındır. Onlardan birinci buyurur: "Mən ətəllaha bimə iftarada aleyhi fəhuvə min ə'bədin nas." Ya Əli, hər kim Allahın ona vacib buyurduğu əməlləri yerinə yetirsə, o Allah yanında insanların ən abidi sayılar. Yəni bir insan Allahın vacib buyurduqlarını yerinə yetirə, Allahın vacib buyurduqlarına itaət edə, o şəxs Allah yanında ən abid şəxs hesablanar. İkinci buyurur: "Və mən vari'a an maharimillah fəhuve min əvra'in nas." Hər kim Allahın haram buyurduqlarından özünü saxlaya, Allahın haram buyurduqlarına qarşı təqvalı olsa, o şəxs Allah yanında ən təqvalı şəxs hesablanar. Yəni bir insan Allahın vaciblərini yerinə yetirə, Allahın vaciblərinə tabe ola, o ən abid şəxs hesablanar. Və hər kim Allahın haram buyurduqlarından özünü saxlaya, özünü qorusa, çəkinsə, o şəxs Allah yanında ən təqvalı şəxs hesablanar. Üçüncü buyurur: "Və mən qani'a bimə razaqahullahu fəhuve min əğnən nas." Hər kim Allahın ona verdiyi ruziyə qane olsa, o şəxs Allah yanında ən zəngin şəxs hesablanar. Təbii ki, burada Peyğəmbər bizə onu demək istəmir ki, bir insan ruzi dalınca getməsin, ehtiyaclarını ödəmək üçün pul qazanmasın, özü üçün iş qurmasın, bu mənada deyil. Sadəcə olaraq Allahın ona verdiyi ruziyə qane olmaqla, Allaha üsyan etməməklə, Allaha şikayət etməməklə o şəxs Allah yanında ən zəngin şəxs hesablanar. Əgər bir insan da bunu dərk edə ki, Allahın ona verdiyi ruziyə qane olsa, o şəxs həmişə heç vaxt kiməsə möhtac olmaz. Özünü kiməsə möhtac bilməz. Özünü də Allah yanında ən zəngin, ən qəni şəxs hesab edər və özünü kiməsə möhtac bilməz. Allah Rəsulü burada üç xüsusiyyətdə olan əməlləri bizə bəyan etməklə demək olar ki, İslamın bütün hökmlərini, bütün göstərişlərini bizə çatdırmış olur.